və artıq ismarıcı göndərə bilərik. İsmarıcı göndərəcəyimiz şəxsi seçirik. Burada bir neçə dənə şəxs əlavə edə bilərik. Məsəl üçün bunu da məsələn qonşular tabına əlavə eləyək. Bunu da yoldaşınızla olsun və yadda saxla düyməsini klikləyək. Gördüyünüz kimi birdən çox şəxsi də buradan seçə bilərəm və seçilənlərə göndər düyməsinə klikləyirəm. Bu zaman iki qonaq üçün göndərmə növbəyə əlavə edildi yazısı gəlir. Növbə ilə sırayla ismarıcılar göndərilir. Və bəli, ismarıcılar WhatsApp-da necə görsənəcək? Buna baxaq. Gördüyünüz kimi ismarıc mənə gəldi. İsmarıc göndərilərkən həmin şəxsin linkinə daxil olur sistem və oradan screenshot eləyərək həmin screenshotu daha sonra hörmətli həmin şəxsin adı və ismarıcın kontentini, tarixi, saatı, məkanı və hörmətlə kim tərəfindən, yəni toy sahibinin kim olduğunu qeyd edir. Ətraflı məlumat və iştirakınızı təsdiqləmək üçün linkə daxil olun ismarıcını görürsüz. Və burada link vasitəsilə daxil olduqda burada həmin ekran onu qarşılayır. Bəzi cihazlarda musiqinin səslənməsi üçün düyməyə klikləmək vacibdir. Bu əsasən Apple cihazlarda tələb olunur. Və gördüyünüz kimi seçdiyimiz ekrandır. Burada bildirişlərdən xəbərdar ola bilər həmin şəxs. Abunə ol düyməsini kliklədikdə və icazəsini verdikdə bildirişlərdən xəbərdar ola bilər. Beləliklə toyda bir gün qalmış, siz ona xatırlatma göndərə bilərsiniz. Və gördüyünüz kimi sizi sevinç dolu günümüzə şahid olmağa dəvət edirik və digər məlumatlar özünü yer alır. Və burada gəlirəm və ya gələ bilmirəm düyməsinə klikləməklə o gəldiyini təsdiq eləyə bilər. Hal-hazırda göndərilən şəxslərə ismarıcın göndərilib göndərilmədiyi burada qeyd edilir. Əgər o gəlirəm düyməsinə klik edərsə, avtomatik sistem onun cavabını qeydə alır və təşəkkür bildirir. Eyni qaydada sistemdə biz yenilənmə etdikdə gəlir düyməsinə kliklədiyi üçün gəlir hissəsi aktiv olur. Toy yekunlaşdıqdan sonra məbləğini daxil edə bilərik ki, onun ödədiyi məbləğ bu qədərdir. Və ismarıcıları görmək üçün ismarıcılar düyməsinə klikləyirik. Sistem tərəfindən göndərilən ismarıcı xaric, digər ona ismarıc yaza bilərik. Deyək ki, WhatsApp başqasınındır, amma sistemə hələ də qoşuludur. Buradan ismarıc göndərə bilərik həmin şəxsə. Salam yazdıq və göndər düyməsinə kliklədik. Həmin WhatsApp vasitəsilə ona ismarıc gedir. Eyni qaydada əgər ismarıc almaq istəyiriksə, o da bizə ismarıc yazdıqda avtomatik olaraq onun da ismarıcı bu sistemə gəlib düşür. Beləliklə biz qonaqdan gələn mesajı və sistemdən göndərilən mesajların tarixçəsini əldə eləmiş oluruq. Bu qədər sistemdən istifadə qaydası sizə göstərildi.